Bu seçkilər mən deyərdim ki, son 8 ildə ən mürəkkəb seçki olacaq. Bəlkə də son 8 ildə yox, 2008-ci ildə Levon Ter-Petrosyanın qalib gəlməsi, faktiki olaraq seçkilərdə qalib gəlməsi və Robert Köçəryanı məğlub etməsi və seçkilərin nəticələrini etiraz aksiyalarının gülləbaran olunmasından sonra dinç aksiyaların, ondan sonra seçkilər bir sakit tempdə keçib və yalnız 2018-ci ildə bilirsiniz ki, məxməri inqilab oldu və bu proseslər bu fonda, yəni 2008-ci ildən bəri ən gərgin seçkilərdən biri və ya birincisi olacaq. Çünki seçki öncəsi rəqabətin biz kəskin şəkildə getdiyini görürük. Düzdür, bütün rəy sorğularında, yəni biz son bir ildə keçirilən, ötən ilin may ayından bəri keçirilən bütün rəy sorğularını analiz etsək, hamısında Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi partiyası birinci yerdə. Və müxalifətdə də ardıcıllıq sırasına baxsaq, elə bir ciddi dəyişiklik olmayıb və ümumilikdə hakimiyyətin, hakim komandanın və müxalifətin sabit nə qədər, neçə faiz sabit elektorata malik olduğu məlumdur. Yəni, bu baxımdan seçkilərin nəticələrini proqnozlaşdırmaq bir qədər asan görünür. Lakin ümumilikdə seçkilərə kənar müdaxilə amilləri, xüsusilə də Rusiyanın bu məsələdə müdaxiləsi, İranın hazırki vəziyyəti qəbul etməməsi, yəni söhbət Nikol Paşinyanın qərb-yönlü kursunun getdikcə aktivləşməsindən gedir. Avropa İttifaqına inteqrasiya, Amerika Birləşmiş Ştatlarına regiona gəlməsi və Zəngəzur dəhlizinin açılması istiqamətində əməli addımların atılması və bu sahədə konkret sazişlərin bağlanması, bütün bunlar Rusiyanı və İranı narahat edir. Ona görə də bu da paralel olaraq Nikol Paşinyan hakimiyyətinə təzyiqləri artırdığı üçün Nikol Paşinyan da onların, yəni Rusiyanın və İranın dəstəklədiyi qüvvələrə təzyiqi artırır və bu fonda bir gərgin rəqabət gedir Ermənistanda. Ancaq ümumi proqnozlar göstərir ki, Nikol Paşinyanın qalib gəlmə şansı yüksəkdir. Lakin burada biz bir məqamı nəzərdən qaçırmamalıyıq. Bu da ondan ibarətdir ki, Ermənistanda hələlik təhlillər heç bir siyasi qüvvənin, yəni bu söhbət ondan gedir ki, Nikol Paşinyan 2021-ci ildə olduğu qədər yüksək reytinqə malik deyil, yəni onun reytinqi düşüb, birinci yerdə olmasına baxmayaraq, nə də ana müxalifət yerini tutan Robert Köçəryanın Ermənistan bloku və yaxud Samvel Karapetyanın güclü Ermənistan bloku heç biri bütünlüklə 50 üstə gəl biz səsini toplayaraq, yəni hakimiyyəti dəyişmək və ya tam götürmək gücündə deyil. Yəni, bu baxımdan da Ermənistan seçki məcəlləsinə uyğun olaraq, konstitusiyaya uyğun olaraq seçkilərin ikinci turunun keçiriləcəyi də istisna edilmir. Yəni, ən çox səs toplayan iki siyasi qüvvə arasında seçkilərin ikinci turu keçirilə bilər. Lakin biz seçkilərin nəticələrini proqnozlaşdırarkən bir məqamda da xüsusi diqqət yetirməliyik. Yəni, burada bir nominal hesablama aparılmamalıdır və biz nəzərə almalıyıq ki, mart ayında Ermənistan seçki məcəlləsinə dəyişiklik edilib və həmin dəyişikliklərə görə deməli, seçki blokları üçün seçki barajı 7%-dən 8-10%-ə qaldırılır. Niyə 8-10%? Bu deməkdir ki, 3 partiya, 2 və 3 partiyanın blokundan ibarət olan partiya blokları 8%lik barajı keçməlidir. 3 partiyadan çox olan bloklar isə 10%lik barajı keçməlidir. Bu isə o deməkdir ki, bugün Paşinyanın əsas rəqibləri olan
güclü Ermənistan bloku da, eləcə də Ermənistan bloku da minimum 4 partiyadan ibarətdir. Bu, yəni 3 partiyadan çoxdur. Ona görə onlar 10%lik barajı keçməlidir və mövcud reytinglə 10%lik barajı keçmək hər iki siyasi qüvvə üçün çox çətin olacaq. Onlar ya keçə bilməyəcək, ya da ki, ciddi itkilər verəcək. Bax, bu baxımdan da mən düşünürəm ki, müxalifətin parlamentdə güclü yerlərin əksəriyyətini götürüb qalib gəlmək şansı çox azdır. Son rəy sorğuları göstərir ki, Robert Köçəryanın Ermənistan blokunun deməli reytingi getdikcə aşağı düşür. Hətta 4%-ə düşür. 4,4%-ə daha dəqiq düşür və bu reyting göstəricisi ilə onun 10%lik barajı keçib seçkilərdə uğur qazanması çox çətin görünür. Yəni o indiyə qədər 29 mandatla əsas yerləri tuturdu parlamentdə. Ancaq o indi bu şansla malik deyil. Mən sizə bir dənə də bir faktı da deyim ki, Robert Köçəryanın mən baxıram seçicilərlə görüşünə, mitinglərə, o bir müəyyən qədər son görüşləri izdihamlı keçir. Bunun da bir səbəbi odur ki, Samvel Karapetyan ev dustağı olduğuna görə seçicilərlə görüşə gedə bilmir. Bu vəziyyətdən isə Robert Köçəryan faydalanır. Yəni onun seçicilərin müəyyən qismini öz tərəfinə çəkə bilir. Bax, bu onun mitinglərinin izdihamlı alınmasına şərait yaradır. Digər tərəfdən də Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyasının seçkilərə getməməsi və seçkiləri boykot etməsi Köçəryana müəyyən bu revanşist qüvvələrin, keçmiş o Qarabağ klanının nümayəndələrinin tərəfdarları özünə tərəf çəkməyə imkan verdi ki, bu da onun əlini bir qədər gücləndirib. Ancaq Samvel Karapetyanın bütün rəy sorğularında ikinci yerdə dayandığını gördük. Lakin Samvel Karapetyanın mən sizə deyim ki, son bir ildə keçirilən fərqi yoxdur. Bu, istər Gallup Association tərəfindən, istər Beynəlxalq Respublikaçılar İnstitutu tərəfindən, istər digər sosioloji sorğu mərkəzləri tərəfindən keçirilən sorğulara baxsaq, Samvel Karapetyanın liderlik etdiyi güclü Ermənistan blokunun ümumi reytingi maksimum 14% olur. Yəni 14%-dən yuxarı keçmir. Bu isə onu göstərir, minimal göstərici isə 7% olur. Bu isə onu deməyə əsas verir ki, Samvel Karapetyanın sabit elektoratı 10-14% arasındadır. Yəni ondan yuxarı gedə bilməyəcək və 10%lik barajı keçdikdən sonra o cəmi 10-15 mandat qazana bilər. Heç məsələn onun bir 30 mandat qazanacağını mən gözləmirəm. Yəni bu baxımdan da müxalifətin böyük xeyli yer qazanacağını və mütləq sabit çoxluğun formalaşacağını mən açığı biraz şübhə edirəm. Bu baxımdan sabit çoxluq formalaşmadığına görə ikinci tur seçkilərə gedilə bilər. Bax, bu mütləq sabit çoxluğun formalaşması ifadəsi Ermənistan seçki məcəlləsində və konstitusiyasında onun hüquqi təfsiri belə verilir ki, Ermənistanda, yəni yerlərin 1/3 müxalifət olmalı. 1/3 müxalifət olur. 1/3 müxalifət olmasa seçkilərin nəticəsi ləğv edilir. Onun hüquqi təfsiri belə verilir. Ancaq 1/3 müxalifətin 1/3 götürmək və hakimiyyətin də indiki kimi 3/2-ni götürmək şansları hələ yüksək deyil. Ola bilsin ki, müəyyən qədər olsun. Ancaq daha çox proqnozlar bundan ibarətdir ki, dağınıq səslər kim qazansa, dağınıq səslər yəni o tərəddüdlü seçici kütləsi daha çox kimə səs versə, o uğur qazanacaq. Bu da hardasa 18-20% təşkil edir.
Yəni bilirsiniz də Amerikada da bu təcrübə var. Orada yerlənçək ştatlar deyilən ştatlar ki, bilinmir səs verici. Bəli. Ona görə də Ermənistanda hazırda pasiv seçki kütləsi var ki, onlar hələ bilmirlər ki, səs vericiləri. Seçki marağı da azdır. Üçüncü ən populyar namizəd mən deyim ki, müxalifətdən Qaqif Çarukyanın çiçəklənən Ermənistan partiyasıdır. Qaqif Çarukyan da populyarlığı çoxdur. Son sorğularda o 3,3% səs toplayıb. Lakin onun bir üstünlüyü var. Köçəryandan və Karapetyandan bir üstünlüyü var. Bu da ondan ibarətdir ki, o seçkiyə tək gedir. Yəni blok şəklində yox. Seçki məcəlləsində isə seçki partiyaları üçün 4% baraj nəzərdə tutulur. Yəni onun 4%lik barajı partiyasının keçmək şansı yüksəkdir. Və bu halda o özü bir neçə deputatla deməli parlamentdə təmsil oluna bilər, yer qazana bilər. Ancaq bütövlükdə deməli proqnozlar bundan ibarət, ekspertlərin rəyi bundan ibarətdir ki, 3 partiya birləşsə Paşinyanı devirə bilərlər parlamentdə. Ancaq bu 3 partiyanın Paşinyanı devirəcək qədər mandat qazanacağı da gözlənmir. Üstəlik, müxalifətin ən böyük problemlərindən biri onun seçki qabağı pərakəndə durumda olmasıdır. Və Samvel Karapetyanın özünə gəlincə, Karapetyan mən inanmıram. Əslində bunu hamı bilir, siz də bilirsiniz ki, Karapetyan Rusiya vətəndaşı, Kipr vətəndaşı olduğuna görə o hətta seçilsə belə ona Mərkəzi Seçki Komissiyası deputat mandatı verməyəcək. Bax, Köçəryan isə bundan istifadə edir, müxalifətin baş nazirliyə vahid namizədi kimi özünü təqdim etməsini istəyir. Hakimiyyətə özünü təqdim etmək və hakimiyyətə iddiasını ortaya qoymaq, yəni bu daha çox həm də Rusiya özünü təqdim etməkdir ki, mən buradayım, sənin əsas adamın mənəm, Putinə ki, sənin köhnə dostun buradadır və mən hakimiyyətə qayıtmağa. Ancaq proseslərin ümumi təhlili göstərir ki, əhali arasında deməli, baş nazir Paşinyanın keçirdiyi görüşlər, kənd-bə-kənd, ev-bə-ev gəzərək insanlarla görüşməsi artıq öz nəticəsini verib və xeyli populyarlığı artıb. Onun reyting göstəriciləri xeyli artıb. Ona görə onun seçilmə şansı daha çoxdur. Yəqin ki, bu seçkilərin nəticələri bütövlükdə nəinki Ermənistanda, regionda ciddi dəyişikliklərə gətirib çıxara biləcək bir tarixi siyasi mərhələyə start verə bilər. Ona görə də bütün dünyanın diqqəti bugün Ermənistanda keçiriləcək seçkilərə yönəlib və hesab edirəm ki, Nikol Paşinyanın seçkilərdə qalib gəlmə şansı yüksəkdir. Müxalifətin isə müəyyən qədər qələbə qazanmaz. Mən sizə onu deyim ki, Robert Köçəryanın bugün parlamentə düşməsi ki, Paşinyana daha çox sərf edir. Nəinki Samvel Karapetyanın. Ona görə də çünki bugün Köçəryan Samvel Karapetyan üçün ən böyük maniyədir. Ona görə də Paşinyan bugün Köçəryanın bir qrup 10-15 deputatla parlamentdə təmsil olunmasını daha çox arzulayar. Nəinki Rusiyanın dəstəklədiyi və əlində böyük kapital olan 4 milyarda artıq onun vəsaiti 4,4 milyarda çatır. Bu qədər vəsaiti olan Samvel Karapetyanın parlamentə düşməsi onun üçün daha böyük təhlükədir. Ona görə də yəqin ki, Paşinyan çalışacaq ki, qüvvələr nisbətini əvvəlki kimi qoruyub saxlasın parlamentdə. Bəs Paşinyanın məxsus olduğu, təmsilçisi olduğu partiyanın hansı partiya ilə koalisiya qurma ehtimalı mümkündür? Yəni, əgər belə bir koalisiya imkanları seçki nəticəsində yaranarsa, müvafiq baraj təmin olunmazsa, koalisiya qurulmaq məcburiyyəti yaranarsa, hansı partiya ilə getmə durumu var və yaxud da ümumiyyətlə belə bir durum qiymətləndirirsinizmi?
Çox maraqlı məqama toxundur. Bu da aktual sualdır. Əvvəla onu deyim ki, Paşinyanın seçkilərdə üstünlüyünü təmin edən əsas amillərdən biri onun seçkilərə blok şəklində deyil, tək partiya şəklində getməsidir. Və bu da demək olar ki, 4%lik barajı keçməklə seçkilərdə parlamentdə yerlərin çoxsunu götürmək üçün Paşinyana işini asanlaşdırır, yəni imkanlarını asanlaşdırır. İkincisi, əgər o 50%lik səsi toplaya bilməsə, yəni söhbət hansı partiya ilə bloka gedir, mən inanmıram ki, açığı Nikol Paşinyan Rusiya-pərəst qüvvələrlə, yəni digər 3 əsas partiya ki var, Rusiya-pərəst qüvvələrlə nəyəsə, hansısa bir bloka girsin. Paşinyan məsələn, mən deyim ki, Ermənistanda koalisiya gedə biləcəyi, anlaşa biləcəyi bir dənə indiyə qədər partiya var, dostu var. O da Respublika Partiyasının sədri Aram Sarkisyandır. Ancaq onun da reytingi göstəriciləri 1-2%'dir. Bu baxımdan da Paşinyan heç bir koalisiya mən gözləmirəm ki, geçsin hansısa partiya ilə. Seçkilərin ikinci turu keçirilə bilər. Ancaq Ermənistanın Ədliyyə naziri Sırburu Qalyanın verdiyi açıqlamada məlum olur ki, Ermənistanın yeni konstitusiya layihəsində ikinci tur ümumiyyətlə ləğv olunur. Yəni Ermənistanda seçkilərin birinci turunda mütləq sabit çoxluq formalaşmasa yenidən seçkilərə gedir. Bax, belə bir model təklif olunur ki, bu da Ermənistanda seçki mütəxəssisləri tərəfindən, hüquqşünaslar tərəfindən tənqid olunur. Belə müxalifətin etirazına səbəb olur. Ancaq yeni konstitusiya qəbul olunandan sonra yəqin ki, bu sistemə girecəklər. Lakin indiki şəraitdə ikinci turun keçirilməsi ya özü bütövlükdə tək başına hakimiyyəti formalaşdıracaq, ya da ki, Rusiya yönümlü qüvvələrlə bir koalisiya gedəcəyini mən gözləmirəm və ikinci tur keçirilə bilər. Müşfiq bəy, deyək ki, Paşinyan deyil də əks cəbhə hakimiyyətə gəlmiş oldu. Belə olduğu təqdirdə elə həm Azərbaycanla olan sülhkündəliyi, həm də yaxın şərq, yəni məxsusi olaraq İranla münasibətlərə bu seçki nəticələri necə təsir göstərmiş olacaq? Əvvəla onu deyim ki, indidən gizlətmirlər. Yəni müxalifət liderləri, istər Köçəryan olsun, istər Karapetyan olsun. Düzdür, mən əsas bu iki qüvvədə Sarıkyanın nə belə potensialı yoxdur, nə o qədər gücü, siyasi gücü yoxdur, nə də iradəsi yoxdur. O, Ermənistan cəmiyyətində onun bir adı var. Kartof siyasətçisi və Rus dillə tərcümə olunur. Kartof elmi politikdə, o belə kartof biznesi ilə məşğul olur vaxtıyla. Bizdə piştaxta siyasətçisi deyirlər. Bu əsasən istər Karapetyan, istər Köçəryan indi bəri başdan deyirlər ki, biz hakim, biz seçilsək, seçkilərdə qalib gəlsək, Azərbaycanla razılaşdırılmış, paraflanmış sülh sazişini cırıb atacağıq kənara, kommunikasiyaların açılması məsələsini dayandıracağıq, Zəngəzur dəhlizinin açılmasını imtina edəcəyik və bu işə ermənilərin Qarabağa qaytarılması məsələsini qoyacağıq. Hətta bugün Tabuşda olan seçicilərlə görüşündə evində Karapetyan belə bir ifadə işlədi ki, mən gedib Qarabağda Dağlıq Qarabağda döyüşərdim. Yəni bunlar faktiki olaraq Azərbaycana qarşı yenidən ərazi iddiaları qoymaq, Azərbaycanda erməni separatizmini bərpa etmək, yenidən Azərbaycanda ikinci erməni dövləti yaratmaq xülyalarına qayıtmaq istəyirlər. Və onları dəstəkləyən dövlətlərin məqsədi budur. İstər Rusiyanın, istər İranın. İranın mövqeyinə gəlincə, baxın, İran mayın 28-də keçirilən hərbi paradda biz bir faktın şahidi olduq. Deməli, İran istehsalı olan AD-08 Majid hava hücumundan müdafiə sistemləri, sonra Yasin raketləri qırıcıların qanatları altında yerləşdirilmiş paradda nümayiş etdirildi.
Bunlar nəyi göstərir? Bu onu göstərir ki, İran bölgədə sülhün və sabitliyin təmin olunmasına maraqlı deyil. İran, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəmir. Çünki bu il, əgər iyunun 7-sində keçiriləcək seçkilərdə Nikol Paşinyan qalib gəlsə, bu bir tarixi dönüşdür. Bayaq da dedim. Bu nədir? Bu deməkdir ki, bir neçə aydan sonra artıq, yəni Ermənistan konstitusiyasına görə 50 gündən tez, 65 gündən gec olmayaraq referendum keçiriləcək və bu təxminən hardasa sentyabr ayına mən gözləyirəm və referendumun nəticəsində Ermənistan konstitusiyası qəbul olunacaq. Yeni konstitusiya Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları oradan çıxarılacaq. Bu il sülh müqaviləsi imzalanacaq. Artıq bu il Zəngəzur dəhlizinin açılması istiqamətində, digər kommunikasiya xətlərinin açılması istiqamətində işlərə başlanılacaq və İran bundan narahatdır, bunu istəmir. Nikol Paşinyan bir neçə gün öncə açıqlama verərək deməli, Azərbaycanla sərhədlərin delimitasiyasına başlanacağını yaxın günlərdə və Kərki kəndinin də Azərbaycana qaytarılacağını bildiriblər Ermənistan rəsmiləri. Yəni, bu proses çərçivəsində təbii ki, Qazaxın 3 kəndi də qaytarılacaq. Bu nə deməkdir? Bu deməkdir ki, Ermənistan Azərbaycanla seçkilərdən sonra, seçkilərə çox az müddət qaldı, seçkilərdən sonra sərhədlərin, şərti sərhədin delimitasiyası istiqamətində seçkiləri sürətləndirəcək və işğal altında qalan kəndlərimizi də qaytaracaq. Və bölgədə sülh və sabitlik bərqərar olacaq. Çünki Ermənistanın bugün Rusiyanın Ermənistanı sıxması, maksimum təzyiqin maksimum həddə çatması əslində Azərbaycana müəyyən qədər belə deyək də Azərbaycanın əlini gücləndirən anlamı. Nə qədər sıxdıqca Ermənistan Azərbaycana bir o qədər ehtiyacı artır, tələbi artır. Çünki daha doğrusu Ermənistan Azərbaycana ehtiyacı artır. Bəli, çünki Ermənistan alternativ enerji mənbələrinin ehtiyacı var. Bu alternativ enerji mənbəsi İran deyil. İrandan qaz alır, amma bu çox azdır və özdə İran qazı çox bahadır. Və Paşinyan bu yaxınlarda bir söz işlədir ki, ərazimizdən tranzit kəmərini, qaz kəməri keçəcək və biz həm tranzit haqqı kimi, həm də başqa ölkədən təbii qaz almaqla öz enerji təminatımızı həyata keçirəcək. Bu alternativ mənbə Azərbaycandır. Bu aydın məsələdir. Azərbaycan bunu ayrıca qaz kəməri çəkəcəklər, yoxsa Gürcüstan ərazisindən interkonnektor quraşdırmaqla belə edəcəklər. Amma yəqin ki, alternativ mənbə kimi Azərbaycanı görürlər ki, Rusiyanın asılılığından xilas olsunlar. Rusiya, çünki Avrasiya İqtisadi İttifaqı tərkibində bağlanmış müqaviləyə görə bilirsiniz ki, Ermənistan Rusiyadan 177,5 dollara 1000 kubometrini qaz alır. Ancaq oradan çıxsa və çıxmaq da istəyir. Ona görə də qazın qiymətini Rusiya 500 dollara da qaldıra bilər, 600 dollara da qaldırır. Ümumiyyətlə dayandıra da bilər. Bax, bu təzyiqlərdən xilas olmaq üçün Rusiyanın Ermənistan Azərbaycan qazına ehtiyacı var. Azərbaycanla kommunikasiyaların açılması lazımdır Ermənistana ki, Azərbaycan üzərindən Mərkəzi Asiya və digər alternativ bazarlara çıxış əldə edir. İran isə bunu istəmir. İran bax bundan narahatdır. Bölgədə sabitliyin olması İranın heç vaxt maraqlarına cavab vermir. İran, mən bir dəfə bu yaxınlarda demişdim Günas TV-nin efirində ki, İran lazım gəlsə Zəngəzur dəhlizini vurmaq üçün hədələyəcək Ermənistan. Yəni Ermənistan ərazisinə də zərbə indirə bilər. Çünki İran terrorçu dövlətdir və lazım gəlsə o baxmır. Yəni o dost tanımır. Onun üçün dost anlayışı yoxdur, qonşu anlayışı yoxdur. Bugün Ermənistanla
strateji tərəfdaş deyil, qardaş deyil, dost deyil, ancaq lazım gəlsə zərbə indirməyə hazır ola bilər. Necə ki, Hörmüz boğazında bunu deyil. İndi də bugün, məsələn, Qüds qüvvələrinin komandanı İsmail Qani artıq münaqişəni bir qədər də böyüdüb Bab-el-Məndəb boğazını bağlamaqla təhdid edib Amerikanı, İsraili. Ona görə də səhəri gün bu cür şantaj siyasətini Zəngəzur dəhlizində də həyata keçirəcəyini deməyə bilmərik. Bu baxımdan İran bunu istəmir. İran bölgədə qarşı durmanın bərpasında, münaqişənin bərpasında maraqlıdır. Və bu baxımdan da Robert Köçəryanın seçkilərdə qələbəsi, yaxud Samvel Karapetyanın qələbəsi İranın maraqlarına daha çox cavab verir. Nəinki Nikol Paşinyanın. Hətta Robert Köçəryanın bu yaxınlarda işlətdiyi bir ifadə var. O deyir ki, biz Zəngəzur dəhlizin, daha doğrusu trip layihəsini Araz-Dəyənə qədər genişləndirməliyik və İranın burada maraqlarını nəzərə almalıyıq və İranla dost olan ölkələr bu layihədə iştirak etməlidir. İranla dost olan ölkələr kimdir? Rusiya. Belə çıxır ki, Amerika Birləşmiş Ştatları öz layihəsində İranın maraqlarını nəzərə almalıdır və Rusiyanı da gətirib oraya qoşmalıdır. Yəni, bu məntiqsiz, absurd fikirlərdir. Bu heç cür mümkün olan bir şey deyil. İran, məsələn, Kərki kəndinin qaytarılmasına etiraz edir. Təsəvvür edin, Kərki kəndini işğal edən Ermənistan kəndi qaytarmaq istəyir yaşayış məntəqəsini Azərbaycana. Amma İran buna etiraz edir. Niyə? Çünki Azərbaycan ərazi bütövlüyünün bərpasını istəmir. Çünki Azərbaycanın suverenliyini istəmir. Düşmən mövqedə dayanır. Və üstəlik də İran bunu bir manipulyativ bir fikir atır ortaya ki, güya Kərki kəndi qaytarılsa Ermənistandan İran sərhədinə gedən şimal-cənub yolu ki var, nəqliyyat dəhlizi deyirlər. O güya Azərbaycan tərəfindən bloklanacaq və İran üçün problem yaranacaq. Azərbaycan heç vaxt belə deməli, siyasət həyata keçirmir. Azərbaycan daim regionda dost və dostluq, dinc qonşuluq, sülh siyasəti həyata keçirir. Heç vaxt heç kimin ölkəsinə gedən deməli, ticarət yollarını bağlamayıb, nəqliyyat yollarını bağlamayıb, nə heç kimin maraqlarına toxunmayıb. Ancaq bunu kim eləyib? Ermənistan eləyib. İranın dəstəyi ilə. İndi də bunu İranın silahlarla bizi təhdid edir. Bax, bu baxımdan da İran seçkilərin nəticələrinin daha çox müxalifətin xeyri nəticələnməsini istəyir. Bu günlərdə mən vaxtı gördüm, bir sual səslənirdi televiziya efirlərində ki, nə üçün Köçəryan məhz İranın xeyrinə danışır? Ona görə ki, Köçəryan hələ 2024-cü ildə belə bir ifadə işlətmişdi mətbuat konferansında ki, bizim strateji tərəfdaşımız və təhlükəsizliyimizin təminatçısı Fransa deyil. Fransa bizə lazım deyil. Biz, əgər mən hakimiyyətə gəlsin, biz Rusiya, Ermənistan, İran bloku qurmalıyıq və bu blokda olmalıyıq. Bizim yerimiz buradır və biz bugün paradda, Ermənistanın keçirdiyi paradda da şahid olduq ki, İran, Rusiya və silahlandırılmış Ermənistandan ibarət bir alyansın formalaşması məsələsi var və İran da bunda maraqlıdır və bu proses Azərbaycanın əleyhinə yönəlib bölgədə. Və bugün Stratford'un araşdırmasını mən oxudum. Orada qeyd edilir ki, Ermənistanın Türkiyə ilə yaxınlaşması, sərhədlərin, kommunikasiyaların açılması Türkiyənin oyuncu kimi, ya orta oyuncu kimi Avropa və Qafqaz arasında rolunu artırır, təsirini artıracaq. Bu isə İranın mövqelərini zəifləyəcək, təsirini zəifləyəcək, yalnız Rusiyanın deyil. Bax, İran bundan narahatdır. İran istəmir ki, bölgədə sülh olsun, bölgədə ticarət əlaqələri yaransın, bölgədə nəqliyyat, kommunikasiya əlaqələri yaransın, orta dəhliz işə düşsün. İran istəyir ki, daimi
90-cı illərdə olduğu kimi, ondan sonra işğal dövründə olduğu kimi bir boz zona olsun, bir münaqişə zonası olsun və bundan öz məqsədləri üçün faydalansın. Ona görə də İran seçkilərinin nəticələrinin Paşinyanın xeyrinə yekunlaşmasının nəticələnməsində narahatdır və bunu istəmir. Aydındır, Müşfiq bəy, sizə minnətdarlığımızı bildiririk, dəvətimizi qəbul etdiyiniz üçün, maraqlı şərhləriniz üçün.